Salam, hər vaxtınız xeyir. Artıq Dövlət İmtahan Mərkəzi tərəfindən 24 may tarixində blok imtahanında iştirak edəcək abituriyentlərin imtahanları harda verməsi ilə bağlı məlumat Dimqova saytına yerləşdirilmişdi və indi buna necə baxmaq lazım olduğunu sizə göstərim. Bunun üçün Google axtarış sisteminə daxil oluruq və axtarış yerinə Dimqovaz yazırıq. Və daha sonra axtarış düyməsini sıxırıq. Və ekrana çıxan birinci hissəyə Dövlət İmtahan Mərkəzi daxil oluruq. Və burada görürsünüz yazıb imtahana buraxılış vərəqəsi 2-ci və 3-cü qrup. Biz bura daxil oluruq və burada açılan ilə 1-ci xana görürsünüz yazıb ki, ali təhsil müəssisələrinə 2-ci, 3-cü ixtisas qrupları üzrə qəbul imtahanı buraxılış vərəqəsinin verilməsi. Üzərindən vururuq. Və burada bizdən görürsünüz yazır şəxsi kabinet. Şəxsi kabinet hissəsinə vururuq və burada şəxsi kabinetin istifadəçisi adı, yəni fin kod. Fin kod köhnə və yeni vəsiqələrdə harda olur onu göstərim. Köhnə vəsiqələrdə fin kod burada işarələnmiş son 8 rəqəmindən 7-sidir. Yeni nəsil şəxsi vəsiqələrində fin kod burada identifikasiya nömrəsi yazılıb, görürsünüz bu bizim fin kodumuzdur və ən yeni nəsil vəsiqələrdə fin kod burada yenə fərdi identifikasiya nömrəsi yazılmış hissədir. Yəni biz bu məlumatı uyğunxanaya qeyd edək. Və indi biz bura fin kodumuzu daxil edirik. Daha sonra növbət xanasını sıxırıq. Və burada bizdən istifadəçi paroli soruşur. İstifadəçi paroli siz şəxsi kabinet yaradan zaman təyin etdiyiniz paroldur. İndi həmin parol yazırıq. Və daha sonra burada qeyd olunmuş kod necə yazıbsa olduğu kimi buraya yazırıq. Və daha sonra daxil düyməsini sıxırıq. Və artıq biz imtahanı harda verəcəyimizi gördük. Və siz də bu şəkildə vərəqinizi çap edə bilərsiniz. Bunu hər hansı bir printer olan yerdən rəngli yaxud rəngsiz çap edə bilərsiniz. Və burada da görürsünüz, bir şey xatırladım. Buraxılış imtahanı saat 11-də başlamışdı, amma artıq indi havaların isti olması ilə əlaqədar olaraq imtahan saatları saat 10-da ona çəkilib, yəni saat 10-da başlayacaq və ən azı yarım saat, 1 saat qabaqcadan imtahan binasında olun ki, hər hansı bir gecikmə olmasın. Bu şəkildə sizə vərəqinizi çap edə bilərsiniz. İmtahana gedəndə bu vərəqi çıxarırsınız və şəxsiyyət vəsiqəsini aparırsınız. Və artıq bilirsiniz ki, buraxılış imtahanında səhv düz aparmırdı, amma blok imtahanında səhv düz aparır, yəni 4 səhv 1 düz aparır və bilmədiyiniz sualları yazmaya bilərsiniz, yəni o da səhv düzə təsirini göstərmir. Bəzən abituriyentlər bilir ki, 4 səhv yazandan ancaq bal aparır, 1 səhv yazsalar bal aparmayacaq, xeyr. Hər bir sualın səhv cavabı artıq sizin müvafiq şəkildə balınıza öz təsirini göstərir. Və bir şey də xatırladım, 3-cü ixtisas qrupu üzrə DT, TC, yəni ədəbiyyat və coğrafiya alt qrupunu yazan hər iki qrup seçən şəxs, onların coğrafiya imtahanının tarixləri 7 iyundadır, amma ki imtahana buraxılış vərəqəsi çıxmayıb. O da birinci qruplarla bərabər, birinci və üçüncü qruplarla bərabər imtahana buraxılış vərəqəsi elan olunacaq. Siz də bu şəkildə öz imtahana buraxılış vərəqənizi çap edərək imtahanda iştirak edə bilərsiniz. Bütün imtahan verən abituriyentlərin hər birinə uğurlar arzu edirəm.